Salam izləyicilərimiz, qalxan səthi kəskin tomofili bunu sizə göstəririk. Fikir verirsiniz, dizdən aşağı heç nə eləməmişik. Bu ikinci etapdır. Yəni baxın, qaraltı, düz qalxıb, bu da tomofili bitdi. Düz qalxıb, bunun aşağı üstə bir səsinə gələr. Və xəstəmiz 3 gündür kleksan alınır, qəbul olunur. Amma görürsünüz ki, bir-birə vazifelərin sayı və qasıq nəyidir. Niyə qasıq nəyidir çoxdur? Çünki burada da kəsə aparılıb. 4 il bundan qabaq açıq əməliyyat olunubdur və residiv əmələ gəlir. Yəni bizim xəstəmizdə həm varikoz xəstəliyi residivi vaxtında gəlib, planla əməliyyat eləməyib, indi əmələ gəlib, qalxın kəskin tomofili. Biz xəstələrimizə müraciət edirik ki, sadəcə vaxtında gəlin, çünki biz bura kəsə yaparsaq, çox burada bərbad vəziyyətdir. Yəni görürsünüz, 6 dənə vazifiz keçmişik. Ona görə total endovenoz, lazer ablasiya və bizim Fiber Infinity bunu vəziyyətdən çıxartmamaq üçün bizə kömək edir. Çox sağ olun.